Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Novruz süfrənizi bəzəyəcəyi çox ləzzətli salat reseptini bölüşürəm. 150 qram toyuğun sin ətini 2 hissəyə bölüb üzərinə duz, qırmızı biber tozu və sarımsaq tozu əlavə edirəm. Tavaya yağ əlavə edib toyuq ətini qızardıram. Sonra qızartdığım toyuq ətini kub şəklində doğrayıram. %50 qram qozu xırda-xırda doğrayıram. İki ədəd kartofu, 2 ədəd yerkökünü rəndədən keçirirəm. Bir dəstə keşnişi xırda-xırda doğrayıram. Qaba mayonez və xamı əlavə edib qarışdırıram. Salata hazırlamaq üçün birinci qat olaraq kartofu əlavə edib üzərinə duz, istiyorsa bir mayonez əlavə edirəm. Digər ərzaqlarda yine bu qayda ilə salata əlavə edirəm. Salatın üzərinə bir ədəd nar əlavə edib duz səpirəm. Üzərinə mayonez çəkib hər tərəfinə bərabər şəkildə yayıram. Sonra üzərinə qoz, 150 qram qarğıdalı əlavə edib hər tərəfinə bərabər şəkildə yayıram. Üzərinə mayonez çəkirəm. Sonda salatın üzərinə keşniş əlavə edirəm. Kənar hissələrinə mayonez çəkib duzlu çubuq kreker ilə bəzəyirəm. Duzlu çubuqlardan bu formada salatın üzərində tonqal hazırlayıram. Görünüşü gözəl, dadı möhtəşəm olan bu salatı siz də hazırlayın. Videonu bəyəndinizsə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.